Xanımların arasında son zamanlar axıntı, qaşıntı, pis qoxu, göbələk kimi xəstəliklər geniş yayılıb və çox təəssüflər olsun ki, xanımlar bu xəstəlikləri bəzən çox dəxilsiz bir səbəblərlə əlaqələndirib həkimə getməyə və yaxud da kimdənsə məsləhət almağa utanırlar. Əvvəlcə onu deyim ki, bu saydığım əlamətlərin sizin düşündüyünüz xəstəliklə heç bir əlaqəsi yoxdur. Əksər hallarda soyuq dəymədən və gigiyenik baxımsızlıqdan xanımlarda aşağı ətraflarda yaranan göbələk xəstəliyidir. Və sizə cəmi 3 günə bu əlamətlərə tamamilə son qoymağın yolunu göstərəcəm. Amma əvvəlcə ekrandakı ürəyi zəhmət olmasa qızardın və profilimin üzərindəki plus işarəsinə toxunaraq məni takip edin ki, videolarımdan hər zaman faydalana biləsiniz. Deməli, yaxınlaşın apteka, kolpazol şam alın. Kolpazol şamı cəmi 3 gün istifadə etməyiniz kifayətdir ki, bütün bu saydığım əlamətlərə tamamilə son qoysun və sizi göbələk xəstəliyindən qurtarsın. Ölkənin bütün apteklərində satışı mövcuddur. Qiyməti cəmi 5 manat 50 qəpikdir. Hər kəsin büdcəsinə uyğundur. Bu cür faydalı videoların davamı üçün aşağıdakı takip et butonuna toxunun və kanalıma abunə olun ki, hər zaman məndən faydalana biləsiniz.